Salam uşaqlar. Deməli 1990 və 2000-ci illərə aid əlavə olan və yeni əsas olan bəzi məlumatlar var. Onları sizinlə paylaşıram. Bunlara diqqət eləyək. Başlayaq. 1993-cü ildə ali məktəblərə deməli bakalavr və magistr təhsil sistemi tətbiq olunmağa başlandı rəsmi olaraq. Və bu təbii ki, əvvəllər var idi. Sonradan yenə çıxarıldı, yenə əlavə olundu. 97-ci ildə isə magistr imtahanları keçirilməyə başlandı. 2009-cu il demək Türk dövlətlərinin, şu bildiyimiz Türk dövlətləri Azərbaycan, Türkiyə və Mərkəzi Asiya Türk dövlətləri söhbət edir. 9-cu qurultay keçirilir və 2012-ci ildən rəsmi olaraq Türk dövlətlərinin əməkdaşlıq şurası, yəni TEDəş yaradılır və bu Naxçıvan bəyənnaməsinə aiddir. 2021-ci ildən sonra TEDəş İstanbul samitində adlandırıldı. TDT, yəni Türk Dövlətlər Təşkilatı adlandırıldı. 2023 Bursa zirvə toplantısında TDT-nin Şuşa mədəniyyət paytaxtı olur artıq. Yəni Türk Dövlətlər Təşkilatının 2023 Bursa zirvə toplantısında rəsmi olaraq Şuşa mədəniyyət paytaxtı olur. 2024-cü ildə isə TDT-nin Şuşa bəyənnaməsi qəbul olmuş olur. 2001-ci ildə prezident təqaüdü tətbiq olunmağa başlandı. 2010-cu ildə başda Azərbaycan və Türkiyənin strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanır. 2012-ci ildə başda Heydər Əliyev mərkəzi açılır. 2014-cü ildə başda Heydər Əliyev məscidi açılır. Ən böyük məscid sayılır bu. 2020-ci il Covid-19-a qarşı burada uşaqlar, yəni kitablara dəstəklər qeyd olunub. Düzü bunu bilirik də, amma yenə də bu da deyilməsi lazımdır. Virusa qarşı mübarizə aparılıb. 2021-ci il gəldi demək iyun ayında, 2021-ci iyun ayında Azərbaycan və Türkiyə arasında bəyannamə imzalanır. Demək Bakı bəyənnaməsi deyə buna biz. 1921-ci il qaz müqaviləsi və 1994 və 2010-cu il imzalanmış müqavilələr əsasında imzalanır. Yəni 2021-ci ildə də belə deyək, 1994, 2010, 2021-ci illərdə deməli Türkiyə-Azərbaycan arasında dostluq, yaxınlaşma və müqavilələr, yəni hərbi müqavilələr imzalanmış olur. 2021 7 may Şuşa Azərbaycan Respublikasının mədəniyyət paytaxtı olur. 2021 Şuşa Beynəlxalq Festival keçirilir. 2022-ci il fevral ayında Rusiya və Azərbaycan Moskva bəyənnaməsi imzalayırlar Putin və İlham Əliyev arasında. 2022 Zəngilan Ağalı kəndində müasir təhsil kompleksi açılır. Bu arada uşaqlar deməli Qarabağ azadlığından sonra ilk qayıdışımız Zəngilan oldu. Zəngilan Ağalı, yəni Ağıllı kənd olub. 2023-cü ildə isə Özbəkistan dövlətinin dəstəyi ilə Füzulidə Mirzə Ulugh bəy adına məktəb açılır. Bu da xarici dövlət olaraq Özbəkistan açır. Bunu Özbəkistan Füzuli şəhərində açır. 2023-cü ildə isə Tehranda səfirimizə qarşı terror aktı törədilir uşaqlar. Bu qədər uşaqlar belə paylaşımlar görəsiniz inşallah. Növbəti paylaşımlar inşallah siz də qeyd eləyin.